Sumqayıtda miras qalmaqallı notarius ilə əlbirlik gizlədilən vərəsələr və saxta imtina iddiası. Sumqayıtda yaşayan vətəndaş Tarverdiyev atasından qalan mirası mənimsənildiyini, bunun isə qardaşı Tarverdiyev Davud Sabiroğlunun notarius ilə əlbir şəkildə həyata keçirdiyini iddia edir. Redaksiyamıza təqdim olunan iddia ərizəsində hadisənin təfərrüatları diqqət çəkir. Atadan qalan miras və maşın bazarı məsələsi. İddiaçı bildirir ki, atası Tarverdiyev Sabir Rəhimoğlu 2015-ci ildə vəfat edib. Onun sağlığında Bakı, Sumqayıt, Xızı, Abşeron və Samuqda daşınmaz əmlakları, həmçinin Sumqayıt maşın bazarı olub. Məlumata görə maşın bazarı Vicdan və Vicdan 1 MMC-nin balansında idi və 1997-ci ildən etibarən ailə üzvləri şirkətin təsisçiləri sırasında göstərilib. 2005-ci ildən sonra ailə üzvlərinin hər biri şirkətin təsis payına sahib olub. Lakin atanın ölümündən sonra bazardan toplanan pulların qardaş tərəfindən, Davud tərəfindən ədalətsiz bölüşdürüldüyü iddia olunur. Torpaq hədiyyəsi və aldadaraq imtina. Ərizədə qeyd olunur ki, Davud bacılarını Sumqayıt şəhər 4 saylı notariat kontoruna çağıraraq torpaq və ev hədiyyə edəcəyinə söz verib. Lakin sənədlər arasında vərəsəlikdən imtina ərizəsi yerləşdirildiyi və onları aldadaraq imza attırdığını bildirir. Nəticədə 11 noyabr 2017-ci ildə notarius Rüstəmov Cəlaləddin Qüdrətoğlu yalnız Davudu vərəsə kimi tanıyaraq ona vərəsəlik şəhadətnaməsi verib. İddiaçının sözlərinə görə ailədə ümumilikdə 14 uşaq olmasına baxmayaraq onların yarısı gizlədilib və mirasdan kənarda saxlanılıb. Şikayətlər, prokurorluğun qərarı və yeni mübahisə. Hadisə ilə bağlı müxtəlif qurumlara şikayətlər edilib. Prokurorluqda araşdırma aparılsa da 24 fevral 2025-ci il cinayət işinin başlanılmasına dair qərar qəbul olunub və məsələ mülki mübahisə kimi məhkəməyə yönləndirilib. İddiaçı əlavə edir ki, prokurorluq araşdırmaları dayandırdıqdan sonra qardaşı əvvəlcə 290 kvadrat metrlik iaşə obyektini ona verməyə razılıq versə də, sonradan bu vəddən imtina edib. Hüquqi arqumentlər. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra müddiaları və Konstitusiya Məhkəməsinin qərarları əsas gətirilir. Əsas vurğular. Vərəsəlik hüququ qanunla qorunur və mirasdan imtina yalnız vərəsənin açıq iradəsi ilə mümkündür. Vərəsəlik şəhadətnaməsi hüquqi təsdiq edici sənəd xarakteri daşıyır. İmtina isə ehtimal üzərində qurula bilməz. Mirasın faktiki qəbulu və istifadəsi vərəsəlik hüququnun tanınmasına əsas yaradır. İddiaçı məhkəmədən 11 noyabr 2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvini və atasından qalan əmlaklarda öz paylarının tanınmasını tələb edir. Qarşı tərəfin Tarverdiyev Davud Sabiroğlunu və Sumqayıt şəhər 4 saylı notariat kontorunun mövqeyini işıqlandırmağa hazır. 2015-ci ilin sentyabrın 4-ü atam Tarverdiyev Sabir rəhmətə gedəndən sonra 2017-ci ilin noyabrın 11-də Davud Tarverdiyev bizi 4 saylı notariusun kontoruna çağırmışdır və bizə sürpriz adı ilə çağırmışdı və bizə vəd vermişdi ki, sizə torpaq verirəm. Biz bacım Nərgiz Tarverdiyeva Sabir qızı, Esmə Tarverdiyeva Sabir qızı və mən Səbnə İsmailova Sabir qızı, biz üçümüz həmən günü yığışmışdıq notariusun, 4 saylı notariusun kontorunda. Rüstəmov Cəmaləddin, notariatın rəhbəri bizə başa salmadan başqa bir sənədə qol çəkdirmişdi və bizə başa salmadı ki, bu sənədlər nə üçündür. Bizə deyilmişdi ki, 6 sot torpağa siz qol çəkirsiniz. Amma biz həmən günü 2 sənədə qol çəkdik. Bir sənəd 6 sotun torpağına qol çəkmişdik, qalan əlavə sənəd qoyuldu və ona qol çəkdirdilər. Bizə imtina elətdirdilər və bizim o xəbərimiz olmadan. Və ondan sonra, bir neçə il üstündən keçəndən sonra bu torpaq məsələsində qardaşım torpağı təzədən geriyə qaytarmaq özü üçün istəyəndə bu söhbətdə də açıldı. Bizə verdiyi torpağı geriyə istədi. Bizdə də şübhə yarandı. Biz getdik notariusu araşdırdıq. Bizə aydın oldu ki, biz imtina eləmişik. Varislikdən imtina eləmişik. Və ondan sonra da mən məhkəməyə müraciət elədim.
İndi hal-hazırda məhkəməm gedir. Məhkəmədən tələbim odur ki, maşın bazarının biz varislər, həm payçıyıq, həm də ki varisiyik. Dəyərli izləyicilər, Sumqayıt Maşın Bazarının direktoru Tarverdiyev Sabir məhrumun evlatları öz atalarının payından, öz atalarının mülkündən daha doğrusu pay istəyirlər. Bunun üçün məhrumun evladı İsmailova Sumqayıt şəhər məhkəməsinə müraciət edib. Növbəti məhkəmə 28-i saat 9:45-ə təyin olundu.